Hər gecə eyni şeyləri arzulayırsan, ideal bir münasibət, sevgi dolu bir həyat, daxili rahatlıq. Amma səhər eyni boşluğun içinə düşürsən. Niyə bilirsən? Çünki sən hələ də köhnə həyatından əl çəkmək istəmirsən. Sən möcüzə gözləyirsən, amma məsuliyyət götürmədən. Amma məsuliyyət götürməkdən qorxursan. Hər şeyin dəyişməsini istəyirsən. Həm də köhnə qorxularını, şübhələri qucaqlayıb oturmusan. Yarımçıq qərarlarla, yarımçıq addımlarla yeni bir reallıq qurulmur. Əgər doğrudan da sən o ideal həyata keçmək istəyirsənsə, bugün o köhnə həyatını dayandırmalısan, dağıtmalısan. Geri dönüş körpüləri yandırmalısan. Elə bir qərar verməlisən ki, oradan geri addım atmaq qeyri-mümkün olsun. İndi biz bu məsuliyyət andını deyəcəyik. Onu sadəcə elə belə demə. Get enerjili, güclü bir məkana. Bu məscid ola bilər, bu kilsə ola bilər və ya uca bir dağ zirvəsinə və bu andı Allaha, kainata uca səslə bəyan et. Tutalım nümunə. Getdiniz məscidə, uca dağa və yaxud da kilsəyə, fərq etməz. Hara sizin güclü hesab etdiyiniz yer varsa, bax ora. Deyirsin, mən tam məsuliyyəti öz üzərimə götürürəm ki, mən həyat yoldaşı olacağam və ideal partnyorumla güclü bir bağ yaradacağam. Mən buna razıyam və bu seçimimdən sonra həyatımın və dünyamın necə dəyişəcəyinə görə məsuliyyəti qəbul edirəm. Mən yeni həyatımı dərk edirəm. Arzum həyata keçəndən sonra dünyamın necə dəyişəcəyini də qəbul edirəm. Mən dəqiq bilirəm nə etdiyimi. Mən bunu almağa niyyətliyəm. Geri dönüş yoxdur. Körpülər yandırıldı. Yalnız irəli. İndi yalnız irəli və yalnız sona qədər. Hər şey bitdi. Mən sona qədər gedirəm. Mən istədiyimi alacağam. Artıq başqa yolum yoxdur. Mən bu oyuna girdim. Həyatım kökündən dəyişəcək. Əgər inancınız varsa, burana da and içə bilərsiniz. Məscidə gedin, bu andı ucadan oxuyun. Məsciddə, kilsədə, dağda təmizlənmiş enerji var. Orada niyyət və açıq və güclü şəkildə sabitlənir. Siz açıq şəkildə bildirirsiniz ki, arzumun həyata keçməsinə görə məsuliyyəti üzərimə götürürəm. Bu zaman niyyət tez reallaşır. Əgər inanc yoxdursa, alternativ variant dağa gedə bilərsiniz. Sizin üçün güclü olan bir məkana gedə bilərsiniz. Və ya şam yandıra bilərsiniz. Və həmin yerdə bu andı təntənəli şəkildə ucadan deyə bilərsiniz. Əsas olan forma yox, daxili qərar. Bu sadəcə söz deyil, daxili qərarın möhürlənməsidir.